Azərbaycanda ilk dəfə olaraq qaz paylayıcı şəbəkələrdə qaz ölçmə qovşaqlarının istehsalına başladı. Gəncədə istehsal olunan sayğacların ölkə ərazisində tətbiqinə başlanılıb. Gəncə Cihaz Qayırma Zavodu 2002-ci ildən fəaliyyətə başlayıb və vaxt keçdikcə istehsal sahəsini genişləndirərək yerli bazarda mühüm mövqe tutub. Artıq qaz sayğaclarının istehsalına başlayan zavod yerli iqtisadiyyata böyük töhfə verir. Zavod müasir texnologiyalarla təchiz olunub, yeni istehsal sahələri yaradılıb və burada çalışan mütəxəssislər də bu sahənin inkişafına böyük dəstək verirlər. 2002-ci ildən fəaliyyətə başlayan zavod ilkin olaraq su sayğacları istehsal edib. 2023-cü ildən etibarən qaz sayğaclarının istehsalına da başlayan müəssisə hazırda enerji həcminin ölçülməsi üzrə ixtisaslaşmış istehsalat sahəsinə çevrilib. Zavod istehsal etdiyi qaz sayğaclarının Azərqaz İstehsalat Birliyinə satışını təmin edir. Media nümayəndələri sayğacların hissələrinin hazırlanması, yığılması, sınaqdan keçirilməsi və digər istehsalat prosesi ilə yaxından tanış oldular. 2023-cü ildə öz ərazimizdə, zavodumuzda məişət qaz sayğaclarının, o cümlədən qaz sayğaclarının montaj hissələrinin, elektron modul, qaz sayğaclarının qoruyucu qutuları, müxtəlif təyinatlı bulanlar və digər hissələrinin istehsalını təşkil etdik. Bununla yanaşı, Azərbaycanda ilk dəfə olaraq qaz paylayıcı şəbəkələrdə qaz ölçmə qovşaqlarının istehsalına başladı. Artıq ölkənin bütün regionlarında Gəncə Cihaz Qayırma Zavodunun istehsal etdiyi sayğaclardan istifadə edilir. SOKAR Azərqaz İstehsalat Birliyi olaraq məhz yerli sahibkarlığın stimullaşdırılmasını da nəzərə alaraq Gəncə Cihaz Qayırma ilə əməkdaşlığa start verdik. Hal-hazırda biz artıq əməkdaşlığa start verən gündən bu günə qədər 500 min civarında qaz sayğaclarının artıq alınaraq tətbiqinə nail olmuşuq. Yerli istehsal olan sayğacların tətbiqi onların təmiri və servis xidmətlərinin asanlaşmasını da təmin edir. Zavodda yeni istehsalat sexləri ilə yanaşı müasir texnoloji avadanlıqlar quraşdırılıb, qaz sayğaclarının mexaniki emalı, yığımı və test olunması üçün sahələr yaradılıb. Paralel olaraq bu sahədə çalışacaq mütəxəssislər də yetişdirilib. Hazırda zavodda 250-270 nəfər işçi qüvvəsi çalışır. Tahirə Teymur qızı, Ramin Mehdi, Aysən Ələkbərova, İTV Xəbər, Gəncə.